Salam əziz dəyərli izləyicilər. Bugün sizə buğa bürcünü təqdim edirəm əzizlərim. Bax əziz buğa. Biraz elə bir zehnin qarmaqarışıqdır. Bir sürə məsələlərim var. Biraz bu həftə yol hərəkətlərinə diqqət et. Adi piyada yolda da diqqət et əzizim. Çox düşünürsən, iki məsələni fikirləşirsən. Niyyətin, muradın, istədiklərin biraz yarıda qalmış, yarım qalmış və ya muradına çatmaq istəyirsən. İnşallah zamanla muradına çatacaqsan. Orta boylu bir kişi, bir fürsət, bir ruzu gələcək qarşına. Amma o ruzunun gəlməsinə əngəl edən insanlar var. Biraz onlara diqqət et. Maşın almaq, satmaq fikrin var. Qısqananlar var sənə. Üzvə yalandan gülənlər var sənə əzizim. Biraz rahatsızlıq var səndə. O rahatsızlıq yavaş-yavaş keçib gedəcək. Bir hesablaşma olacaq. Ş hərfi, i hərfi sənə vermək istədiyi bir sıxıntı var ki, sənə sıxıntıya salmaq istəyir. Biraz ona da diqqət et. İnan ki, sənə kim sıxıntı yaradacaqsa, kimsə sənə arxadan plan quracaqsa, oyun oynayacaqsa, inanın ki, özü o tələyə düşəcək. O sıxıntını özü yaşayacaq. Sənə ilişənlər var, sənə qarşı negativ dualar yazan var əzizim, sənə qarşı diqqətli ol günən, gözün açıq, yəni oyaq ol günən. Dualar edir biriləri ilahi tərəfdən, üzr istəyirəm, ilahi tərəfdən qorunursan, səni qoruyan bir qüvvə var. Amma bir Allah sənə bir, yəni onun əstağfurullah yerinə demirəm, sənə bir kainat tərəfdən, ilahi tərəfdən bir yol açılacaq sənin üçün, bir qapı açılacaq sənin üçün. Biriləri səndən bir şey gözləyir əzizim. Bəzi insanların gerçək yüzünü görəcəksən. 6 ayın içində bəzilərinizin sıxıntıları ola bilər ki, bəlkə də bəzilərinin sıxıntıları var, gedir də. Birisi ilə tez-tez görüşməyə başlayacaqsan, o yardım əlini sənə uzada bilər. Bu həftə evinə girib çıxana fikir ver. İçində birilərinə qarşı şübhələr var içində. Kimlərə bu aralar kömək etdiyinə də diqqət et. Sənin üçün bir qurtuluş ola biləcək. Çox insana fədakarlıq etdin, artıq kimsələrə fədakarlıq etmə. Sevgi üçün özünü fəda etdin. Bax, bəzən elə olursan ki, dediyim didikdir deyirsən. Biraz egonu kənara qoysan, biraz qulaq assan qarşı tərəfi. Əlbəttə ki, yaxşı olar. Bax, öz biznesini qurmaq istəyənlər. Bax, bu avqust ayında yeni müştəriləri cəlb etmək işlərinə, biraz da işləriniz genişlənə bilər, əlverişli fürsətlər yarana biləcək, maddi gəlirləriniz gözlə görülən bir artım ola biləcək, uzun müddətdir gözlədiyin bir ödəmən nəhayət hesabına otura bilər, həyatında heç kim yoxsa, təksənsə, təsadüflər onun elə bir əslində heç bir təsadüf olmadığını görəcəksən. Getdiyin kafedəmi, köhnə dostlarla yığışıb bir yerə yığılandamı, ya məclisdəmi, gözləmədiyin iş görüşməsindən də bir baxış ola biləcək. Yəni göz-gözə gələ bilərsiniz, birindən tanış ola bilərsiniz. Sən əziz buğa, boş keçici həvəslərin arxasınca qaçan insan deyilsən. Qarşı tərəflə aranızda soyuqluqlar, danışılmayan sözlər, qalan gizli incikliklər var. Çalış bu həftə ifadələrə fikir ver, dilinə biraz yiyəlik etməyi bacar, çünki acığa düşüb kimsə qıra bilərsən, özün də qırıla bilərsən. Acıqlı vaxtınızda dediyiniz tək bir söz qarşı tərəfin qəlbini qıra bilər, sonra da peşmançılıq fayda verməz əzizim. Öz səmimi, isti, qoruyucu, yəni anlarınızla həm özünüzü, həm də sevdiyiniz xoşbaxt etməyi hər kəsdən yaxşı bacarırsan əziz buğa. Həm də sən əziz buğa, yeməyin, yəni
yemək içməklə əlaqəli ağız dadını bilənsən. Yəni yaxşı, gözəl, dadlı yeməklər sevirsən əzizim. Yəni mübahisə edəndə də çalış, yəni bəzi mübahisələrə girmə. Çünki bəzi mübahisələr ola bilər. Yəni də sən mübahisə vaxtında da yer saxla barışmaq üçün. Sən əziz buğa şans verəndə birinci dəfə şansı dəyərləndirirsən. Ondan sonra dəyərləndirmirsən. Gedirsə getsin deyirsən. Birinci addımı atmırsan. Yanlış anlaşmalar ola bilər. Biraz için gülmür. Bir şeylərdə, bir məsələlərdə problemlər, bəzi problemlərin olmasında səssiz durursan, sinəvə, çivə çəkirsən, düzən pozulmasın deyə. Ailə içərisində öz gərginliklər, yəni bəzi gərginlikləriniz özünüzün də ortaya qoyacaqsınız. Qarşı tərəfdən ya ailədən sayğı, sevgi, duyğuları hiss etmirsənsə uzaq olursan, saxta insanlar görəcəksən, onlardan uzaqlaşacaqsan. Sən çox vaxt qırıla-qırıla bu günlərə gəldin. Başqalar üzülməsin. Yəni sənin üzərvə gəlməyə sən izin verdin. Amma artıq hər şeyi fərq edəcəksən. Ailədə elə bir yükü sən daşıyırsan. Elə bir həmişə hər şeyi mən edirəm, hər şeyi mən həll edirəm. Çoxlarına fəda etdim çox şeyi. Və ya ola bilər valideynin çox vaxt hamıya fəda etdi, yəni yaxşılıqlar etdi. Elə bir ki, ancaq negativlər, pisliklər, zərbələr aldı. Həyatda deyirsən, mənim gərək bir missiyam olmalıdır. Bəzən keçmişə tutunursan. Düzdür, güvəndə deyil bəzi şeylər. Çox zəhmətkeşsən, işləməkdən qorxmursan. Yəni dəyişikliklərdən istəmirsən. Elə bəzən qorxursan dəyişikliklərdən. Sabit qalmaq, dəyişikliklər çox da ürəyincə deyil. Bir dalğalanmalar ola biləcək. Sağlığa biraz fikir ver, kontroldan, analizdən çıxa bilərsən. Yəni analiz verə bilərsən. Bəzi problemlər ola bilər. Bu həftə yediyivə, içdiyivə fikir ver, qidalarına fikir ver. Bir zəhərlənmə, bir narahatçılıq, bir köp ola bilər. Qazanc yolunu axtarırsan qazanmaq üçün. Ailəvi məsələlərdə yığışıb oturub söhbətlər gedə biləcək, qərar veriləcək. Hərəniz bir qərar verə bilərsiniz. Tam orta bir qərara gələcəksiniz. Hər kəsin öz razılıqları ilə əlaqəli. Bir evdə bir boşanma mı, bir ayrılma mı ola bilər? Ya bir evdən ayrılıb fərqli başqa bir evdə yaşama mı ola biləcək? Diqqətli olacaqsınız. Zehin altında bəzi qorxular var, vəsvəsələr var. Bəzən yatdığın yerdə diksinib ayılırsan. Bəziniz elə bir dərmana öyrəşmişsiniz. O dərmanı içməsəz yata bilmirsiniz. Psixoloji elə bir beyniniz, yəni doludur beyninizdə, yata bilmirsiniz. Çox şeylər fikirləşirsiniz. Maddiyyat itkiləriniz oldu. Bəlkə də alışqanlıqlarınızla hər bir şeyi itirdiniz. Bəziləriniz nə dediyimi başa düşdünüz əzizim. Dedikodular var. İtirdiyin maddiyyatını çox üzüldün, sənə negativ etdilər, səni bir tələyə, bir oyuna saldılar. Amma bu həftə də diqqətli ol. Qumar, oğurluq, ya borc vermə. Biraz belə şeylərə diqqət et. Zamin durma içkimə. Vədlər vermə. Əlbəttə biraz pul gələ biləcək. Bəlkə də vaxtıkən aldadıldın da, aldanma da oldu. Ya yenə də ola bilər, biraz diqqətli olun. Birilərinin boşanmasını eşidib üzülə bilərsən. Bir sir öyrənəcəksən. Bir sirdən sonra da biraz göz yaşın ola bilər. Evdən ayrılıb gedən biriləri dönməmiş. Qayıda bilər, bir sürpriz kimi qayıda bilər. Dövlət qapısında cəzadımı, ya unutduğun puldumu, rəsmi yerdə və ya rəsmi yerdən bir xəbər, bir azadlığa mı biriləri qovuşacaq? Başqa ölkədən maddiyyat əlinə gələ bilər. Bəlkə də o bir şirkətdə, bir firmanla danışmışsınız, çalışırsan, evdən bəlkə onlayn işləyirsən. Düzənli elə bir başqa ölkə, başqa şəhərdən, bəlkə də xaricdən düzənli bir maaş kimi sənə gələ biləcək.
Geri dönüşlər ola biləcək. Amma geri dönüşü qəbul etməsən yaxşıdır. Yenə özünüz bilərsiniz. Ayın 10-undan sonra fürsətlər, 11-dən sonra fürsətlər gəlir qarşınıza, dəyərləndirin. 17-si, 27-si də ola bilər. Göz yaşlar axıtdın vaxtı ikən. Bax, sənin düşmənlərin var. Bəzi maskalı insanları gördün. Deyirsən, mən də maskalı qoy gəzim. Mən də bu düşmənlərimə maskamı taxaraq düşmənlərimi məhv edim. Bir məclisə gedəcəksən, qorunma altındasan bəziniz. Zikirlər et, amma zikirlər nə qədər sayını onu dəqiq etginən. Yəni, hər şeyin artığı ziyandır əlbəttə ki, o da olmaz. Sıxıntıları arxada buraxdın, ailədə bacı, qardaş aranızda bəzi sıxıntılar yaşandı. Düzəlməyə başlaya biləcək. Ayağınızda, ayaq barmaqlarında, qolunuzda və bəlkə də sümük ağrıları, oynaqlar ağrıya bilər. Elə bir yatırsan, bəlkə də psixoloji beyninlə əlaqəli ola bilər. Yatırsan, elə bir səhərlər durmaq istəmirsən, elə bir. Səhərlər oyana bilmirsən, ağırlaşırsan, gec yatırsan. Çünki bu sıxıntılardır. Çox şeyi götür qoy eləyirsən, danışırsan. Əzizim, çiməndə sirkəli, duzlu suyla yaxalan, nas fələk oxu ginən o duzlu suya, onunla yaxalan ginən, evlərin künclərinə duzlu su çilə ginən, ada çayın otunu, ondan sonra yoğuşan otunu qarışdırıb evdə yandırın tüstüsünü verin əzizim. Çünki negativlər var, ağırlıq var ocağınızda. Tez-tez yaxalanın. Dualar oxuyun, 40 açar duasını oxuyun 40 rükiyyə. Yəni 40 açar duasını oxuyun evinizdə. Ayətəl kürsünü tez-tez oxu ginən əzizim. Qapını, pəncərələrinizi açın, günəşi evinizə salaraq evi tüstülədin. Ondan sonra evləri sirkəli suyla silin əzizim. Bax, biraz təmizlik işləri eləyin əzizim. Dualar, inşirah duasını oxuyun. Ev alma, köçmə, bir pul gözləyirsiniz. Əlinizə gələcək, amma gələndə də xərclərinizə diqqət edin. Çox xərclərin, yersiz yerə xərclər etməyin. Çətinliyin olsa da mücadilələr edirsən. Gözəl qismət dönəminə gedirsən əzizim. Səbr etkinə səbrinin mükafatını alacaqsan. Maddi mənəvi sıxılırsan, ümidini kəsmə, gözəllikdən gələcək qarşıva, çox yoruldun, gözləmədiyin xəbərlər eşidə biləcəksən, inanmaya bilərsən, rahat olmağa, amma rahat olacaqsan, rahatlanacaqsan, səbrinlə bəzi məsələləri gözləyirsən, qarşı tərəf addım ata biləcək sənə, yarım qalan sözlərin var içində. Dostdur, rəfiqədir, biri ilə aranda bir ciddi söhbət ola bilər. Amma bu həftə qulağa bəzi yalan söhbətlər gələ bilər. Onu araşdır, ondan sonra səni şübhəyə sala bilərlər, içvə neysə bir xal sala bilərlər. Amma aydınlığa çıxacaqsan. Gözəl bir aydınlığın ola biləcək. Düzdür, çox çətinlik çəkdin. Bəlkə də gedib harasa nəsə dua yazdırdın özünə. Baxırsan ki, niyə düzəlmir? Bu boyda şey, əvvəl evi, ocağı təmizlə, ondan sonra yazdır ginən əzizim. Bəlkə də ruzu duası yazdırmısa, xırda-xırda ruzular əlvə gəlir əzizim. Bax, muradvada çatacaqsan, çox əziyyət çəkirsən. Əziyyətlə, bax, çətinliklərlə dırmaşırsan yüksəkliyə doğru. Anidən, bax, o yüksəkliyə gedərək, iş yerində də bir iş yeri dəyişə bilərsən. İşindən bərk yapış ginən əzizim. Çünki sən işdə yoxlanırsan, baxırsan, izlənirsən. Diqqətvə görə sağ olun, var olun əzizlərim.